Salam və vaxtınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə deməli imtahan sonrası yeni mövzu izah ilə qarşınızdayam. Daha doğrusu bu yeni mövzu izah deyil, sadəcə son keçdiyimiz mövzunun ardı kimi də təxəyyül edə bilərsiniz. Son mövzumuzda mayələr, maye cisimlər və onların daha doğrusu mayələrin xassələrinə baxdıq. Bu gün isə onun əksi olan deməli obət cisimlərin xassələrinə baxacağıq. Ümid edirəm imtahanda hər biriniz istədiyiniz deməli nəticəni əldə etmisinizdir. Vaxt itirmədən deməli mövzu izahımıza başlayaq. İlk öncəliklə deməli belə başlaya bilərik. Deməli, həm qaz həcmini, formasını bilirik ki, saxlamır, amma həmçinin mayələr həcmini saxlayır. Lakin formasını saxlayamır. Yəni həm qaz, belə deyim də, həm qaz deyirəm, yəni maye həcmini saxlayır, lakin formasını saxlamır, amma bu qazlar isə həcmi nə də formasını saxlaya bilir. Amma obət cisimlər həm formasını, həm də həcmini saxlaya bilir və deməli, obət cisimlər fiziki xassələrinə görə iki sinifə bölünür. Birinci sinifdə olanlar deməli kristal cisimlər ortadan ikiyə bölək, ikiyə də yazaq amorf cisimlər. Bunun ucunu biraz da kiçildək. İndi bu hissədən ilk öncəliklə bu deməli hissə gedək. Deməli o kristal deməli cisimlər əsasən deməli nizamlı hərəkətdə olur. Yəni xaotik hərəkətdə olmurlar. Hər biri nizamlı hərəkət olur. Yəni nizamlı düzülür hətta. Amorf cisimlərdə isə nizamsız düzülür. Belə eləyim hətta. Ondan sonra deməli bu kristal cisimlərin müəyyən bir həm ərimə, həm də deməli qaynama temperaturları var. Yəni deməli belə yazaq hətta konkret ərimə və deməli qaynama temperaturları var. Amma deməli bu amorf cisimlərdə isə müəyyən bir deməli intervalda həm qaynayır, həm ərir. İnterval daxili. Yəni məlum deyil. Deməli bu cisimlər neçə dərəcədə əriyəcək, neçə dərəcədə qaynayacaq. Məsəl üçün belə deyim də, məsəl üçün amorf cisimlərə məsəl üçün təkər deyə bilərik, lastik deyə bilərik məsəl üçün. Sonra plasmaslar deyə bilərik. Yəni onların bir konkret bir ərimə, nə də bir qaynama temperaturları yoxdur. Və son olaraqdan deməli bu kristal cisimlər üçün anizotropdur. Deməli amorf cisimlərdə isə izotropdur. Deməli anizotroplar əsasən fiziki xassələri istiqamətdən asılı olan cisimlərdir. Yəni fiziki xassələri buradan yazaq. Fiziki xassələri istiqamətdən asılıdır. Normalda nəyinsə deməli bu hissəsini, normalda bu an hissəsini görəndə elə bilirik ki, belə deyim də, bu verilən nəzəriyyənin deməli tərsi olacaq, amma burada fərqli bir nəzəriyyədir. Deməli
İzotroplar isə fiziki xassəsindən istiqamətdən asılı deyil. Belə yazaq. İstiqamətdən asılı deyil. Aha. Ondan sonra deməli bu hissəciklər haqqında nə deyə bilərik? Bu maddələr deməli əridikdə həcmi artan maddələrin ərimə temperaturu xarici təzyiqlə düz mütənasibdir. Onlar əridikdə həcmi azalan maddələrin ərimə temperaturu xarici təzyiqlə isə amma bunlar tərs mütənasibdir. Sabit təzyiqdə və temperaturda, məsəl üçün, adətən şeylərdə götürülür. Sabit təzyiq və temperaturu, məsəl üçün, ərimə temperaturunda götürülür. Və deməli, bu minimal temperatur içərisində M kütləli bu kristalı tamamilə maye çevirmək üçün lazım olan istilik miqdarına xatırlayırsa demişdik ki, ərimə istiliyi deyilir. Və ərimə istiliyi, deməli, ərimə istiliyi Q ərimə bərabərdir, üzr istəyirəm, lambda M düsturla yazılır. Bu indeks deyil, bu arada bunu biraz böyük yazım. Aha, lambda M düsturla yazılır. Deməli, buradakı QE xüsusi ərimə, xüsusi deyirəm, burada QE ərimə istiliyidir, vahidi 1 jouldur. QE-ni yazaq. Deməli, vahidi 1 jouldur. Və həmçinin buradakı lambda isə xüsusi ərimə istiliyidir. Bu hissədəki lambda xüsusi ərimə istiliyidir və vahidi onu da yazaq. Lambda deməli 1 kiloqram, kiloqram bunu bu tərəfə atsaq, joul bölünsün kiloqram olacaq. 1 joul bölünsün kiloqram olur. Və həmçinin deməli bu hissədən biz əgər ki bir eyniliyə baxarsaq, deməli suyun, su bilirsiniz ki, maye halındadır. Bir də onun hazırda öyrəndiyimiz dərsin adı ilə bağlı olaraq onu bir deməli müəyyən qədər soyutduq və deməli bərk cisim elədik. Və bu soyutmanı deməli 10⁵ Pascal atmosfer təzyiqində T ərimə bərabərdir 0 dərəcədə və həmçinin bunu Kelvinlə yazsaq T ərimə bərabərdir 273 Kelvin. Deməli 273 Kelvin temperaturda xüsusi ərimə istiliyindən çox buradakı ərimə istiliyi kütlə M və xüsusi ərimə istiliyi lambda ilə deməli düz mütənasibdir. Yəni burada anlatmaq istədiyim nədir? Yəni zaten buradan qısa konkret ərimə istiliyi həm lambdadan, həm M-dən deməli düz mütənasibdir, amma isə lambda, yəni xüsusilər buradakı düsturdan asılı olanlar heç birindən asılı deyil. Sadəcə burada anlatmaq istədiyim, yəni bu şərtlər hamısı deməli 10⁵ deməli Pascal atmosfer təzyiqində və 0 dərəcə ərimə istiliyində deməli bunlar olur. İndi bu hissədə yazdıqdan sonra bir şey də əlavə edeyim ki, deməli o kristal cisimlər 2 yerə bölünür. Monokristallar, deməli hətta ondan yazaq. Deməli 2 yerə bölünür. Deməli kristal cisimlər. Deməli bir monokristallar, bir də var deməli polikristallar. Bu yuxarıda öyrəndiyimiz bu hissədə öyrəndiyimiz bu kristal cisimlər monokristaldır. Bunu da yadda saxlamayı unutmayın. Monokristaldır. Aha, indi deməli bu hissənin ardına keçək. Bu hissənin ikinci başlığı olacaq mexaniki gərginlik. Deməli 2 mexaniki gərginlik. Mexaniki gərginlikdə əsasən deməli sadəcə bir şəkil üzərindən deməli tərif verməyə çalışaq. S olsun bura. Deməli iki tərif var. Ya deyilir ki, vahid
həcmə, daha doğrusu vahid en kəsinə düşən qüvvənin miqdarına mexaniki gərginlik deyilir və ya deməli bu deməli deformasiya etdirici qüvvənin həmin o məftilin en kəsin sahəsinə olan nisbətinə deməli mexaniki gərginlik deyilir. Mexaniki gərginlik deməli siqma hərfi ilə işarə olunur. Mayələrdə keçdiyimiz səthi gərmə əmsal ilə səhv salmayın bunu. Deməli F bölünsün S. F bölünsün S də bizim deməli aerohidrostatikadan bildiyimiz kimi deməli vahidi 1 Newton bölünsün metr kvadrata, yəni 1 deməli Paskala bərabər olacaq. Həmçinin bu hissədən deməli sigma F-dən deməli düz mütənasibdir. Sigma S-dən deməli tərs mütənasib olacaq. Bu ilk hissə. İndi gəlin burada maraqlı bir-iki nüansa deməli bir nəzər salaq. Deməli buradan məsəl üçün yaza biləcəyimiz hansı nümunələr var? Deməli markerimizi dəyişək. Aha. İlk öncəliklə deməli məsəl üçün cismimiz ilk halda, ilk vəziyyətdə. Məsəl üçün bu halda olub. Buradan bu hissəyə qədər gəlib. Normal belədir. Buna bir F qüvvəsi tətbiq eləmişik. Deməli ilk halı L0'dır. İlk deməli uzanması L0'dır. Sonra ikinci hala gəldikdə isə bu artıq uzanıb, bu cisim uzanıb, deməli eyni boy oldu. Deməli bu hal uzanıb, gəlib bu hala. Yəni müəyyən qədər bir L qədər də əlavə uzanıbdır. Və burada mütləq uzanmanı, deməli əgər ki, deməli taparsaq, mütləq uzanma üçün uzanma. Deməli delta L bərabərdir L minus L0. Vahidi buradan nə idi? Delta L'in 1 metr. Çünki uzanma, yəni məsafəni bildirir hətta. Burada isə bir dənə də mütləq uzanmanın tərsi nədir? Nisbi uzanma. Nisbi uzanma. Nisbi uzanma epsilon bərabərdir delta L bölünsün L0'dır və buradakı bu hərf bilirsiniz ki, adı epsilondur. Epsilon vahidi yoxdur. Vahid yoxdur. Aha. İndi bu iki deməli düsturu öyrəndiyimizə görə fərqli bir hissəyə də keçid etmək istəyirəm. Məsəl üçün bu iki hissədə bizim əsas öyrəndiyimiz nədir? Hooke qanunu. Hooke qanunu nə idi? F bərabərdir K vursun delta L. Düzdürmü? Yəni ha x yazırıq, ha delta. Normalda x yazır, amma bu mövzuda biz deməli delta istifadə edəcəyik. Yəni K vursun delta yazacağıq. Həmçinin burada deməli bu yazdığımız sigmanın bir düsturda var. Y vurulsun epsilon. Yəni buradakı Y Young moduludur. Young modulu. Buradakı deməli epsilon isə bilirsiniz ki, dedik ki, nisbi uzanmadır. Və bu ikisi üçün, hər iki düstur üçün mən ortaq bir şey yazarsam, o zaman bunu buradan yazın. Deməli, sigma bərabərdir Y vurulsun epsilon. Bu ikisi, hər iki düstur Hooke qanunu ödəyir. Hooke qanunun düsturu sayılır. Yəni elə uşaqlar bunu görür, bunu görəndə, bunu görə deyir ki, Hooke qanunu var, bunu görəndə deyir ki, o Hooke qanunu yoxdur. Yəni bu varsa, Hooke qanunu da var, həmçinin bu da varsa. Elə uşaqlar yazır dedim ki, elə bunu görür deyir ki, yox, sual səhvdir. Xeyr, bu iki düstur da Hooke qanununa aiddir. Və həmçinin deməli burada Young modulu yazdıq. Young modulunda deməli beynəlxalq sistemdə vahidi bir deməli 1 paskaldır. Fizikada ümumiyyətlə 3 kəmiyyət var ki, vahidi deməli paskaldır. Bir Young modulu, buradan yazım. Deməli, bir Young modulu. Deməli, bunu belə açaq. 1 paskal. İkincisi, deməli, mexaniki gərginlik. 1 paskal. Üçüncüsü isə elə bildiyimiz normal, deməli, təzyiqimiz. P. O da olur 1 paskal. Üçü də deməli vahidi paskaldır.
İndi gəlin hər mövzuzanda deməli fix bir sərgüzəştimiz olan bir maraqlı isbata deməli nəzər yetirək. Aha, indi bu hissədən başlayaq isbatımıza. İsbat nədən ibarətdir? Baxın, sigma nəyə bərabərdir? F bölünsün S deyilmi? Tamam. İndi mən buradan F'i taparsam F bərabərdir sigma S deyilmi? Aha. İndi mən buradan bilirəm ki, F bərabərdir K vursun delta L deyilmi? Gətirib yerlərini qoysam, sigma S bərabərdir K vursun delta L. Düzdürmü? Aha. Yaxşı, mən buradan sigmanı az öncə Hooke qanununa görə nə yazım? Young modulu vurulsun nisbi uzanma. Gətirib bunu bu hissədə yerinə qoyarsam, yəni bunu gətirib bu hissədə yerinə qoyarsam, o zaman nə alınır? Deməli, Y vurulsun, deməli, epsilon S bərabərdir K vurulsun delta L. Aha. Yaxşı, buradan bu epsilon üçün nə yaza bilərəm? Delta L bölünsün L0 yaza bilərəmmi? Aha. O zaman bir saniyə bunu belə yazmaqdan. O zaman buradan belə bir nəticə alırıq ki, deməli, Young modulu vurulsun, deməli, delta L bölünsün L0. Deməli, vurulsun, deməli, buradan S olacaq, K delta L. Buradan bu delta L iqtisad getdi və bizə tanış olan düstur S, Y bölünsün L0 bizim məşhur deməli sərtlik düsturumuz. Yəni bu düsturun özəlliyi nədir? Sərtliyin nələrdən asılı olduğunu göstərən bir kəmiyyətdir. Yəni məfənin başlanğıc uzunluğundan en kəsin sayısına və Young moduluna asılı olan kəmiyyət sərtliyi olaraq burada yazılır. Həmçinin burada sahə varsa, sahə üçün mən nə yaza bilərəm? Deməli, sahə deməli söhbət nədən gedir? Məftildən gedir. Məftil nədir? Məftil deməli üçbucaq şəklində deyil ki, məftil yumrudur. O zaman çevrə üçün sahə pi r kvadratı vurulsun deməli y-yə bölünsün L0-ə. O zaman o da bərabərdir həmçinin pi d kvadratı y bölünsün 4L0-ə. Bu da alınacaq bu nəzəriyyədən. Və gəlin bir nümunəyə diqqət yetirək o zaman. Məsəl üçün nümunə 1. Məsəl üçün belə bir hissə asılıbdır. Belə buradan bir cisim asılıbdır. Buradan M kütləli cisimdir. İndi bu cisim üçün eynilik yazarsa, bu hissəyə bu cismin nə çəkir? Mc çəkir, düzdürmü? Mən buraya yaza bilərəm ki, F bərabərdir Mc, düzdürmü? F'in yerinə mən gətirib sigma ilə yaza bilərəmmi? Hətta bu hissədən yazım. F'in yerinə deməli sigma L bərabərdir Mc yaza bilərəmmi? Məsəl üçün buradan M də bərabərdir sigma L bölünsün J yaza bilərəmmi? Bu da kütlənin bir düsturdur məsəl üçün. Bunu da yadda saxlamağı unutmayın. Deməli, bunu yuxarıdan yazım. Deməli, sigma L bərabərdir Mc. Bəzən bu da şeylərə düşür, məsələlərə düşür. Aha. İndi fərqli bir deməli düstur yazaq. Buradan Mc bərabərdir sigma L-dən. Buradan nə ala bilərəm? Sigmanın yerinə deməli Hooke qanunu yazarsam Mc bərabərdir Young modulu vurulsun. Deməli, epsilon vurulsun S. Yəni bu hissədən də bunu almaq mümkündür. Həmçinin bu hissədə belə. İkinci hissəmizdə deməli yekunlaşdı. İndi keçək son önəmli olan hissəyə, yəni üçüncü hissəmizə. Tamam. Üçüncü hissəmiz birazcık uzun bir hissə olacaq. Ona görə də diqqətlə bu hissəyə qulaq asın. Mexaniki gərginliyin, mexaniki gərginliyin daha doğrusu nisbi uzanmadan asılılıq diaqramı. Deməli, bu diaqram hissavari şəkildə göstəriləcək. Hooke qanunu hər zaman bir şey bilin ki, ödənilmir. Hooke qanunun ödənildiyi müəyyən bir hədd var. Hər işin bir həddi olduğu kimi Hooke qanununda bir həddi var. Və o həddi, deməli, bu qrafik üzərində göstərəcəyik. Deməli, belə bir şey çəkək. Deməli, buraya yazaq sigma, buraya yazaq y. Epsilon daha doğrusu, deməli, buradan başlayaq çəkməyə. Cismin ilk halda bu hissəyə qədər, belə silim, cismin deməli bu hissəyə qədər gəlib aldığı qiymət bura qədər Hooke qanunu ödənilir.
Bu hissəyə qədər hüquq qanunu ödənilir. Bu hissəyə çox yekə oldu. Biraz belə eləyək ki, qrafik yerlərsən. Bu hissəyə biz deyirik sigma, deməli, müt. Sigma müt deyirik. Yəni, mütənəsiblik həddi. Hətta buradan yazaq, deməli, sigma müt, deməli, mütənasiblik həddi. Burada nədir? Bura qədər hüquq qanunu ödənilir. Sonra bu hissədən sonra deməli müəyyən qədər də bir yuxarı çıxır bu hissə. Bu hissəyə də bir işarə eləyək. Və bu hissəyə də deməli buradan belə yazarsaq, burada olacaq sigma elastiklik. Yəni elastiklik həddi. Buradan da yazaq sigma elastiklik. Artıq bu hissədə elastiklik yaradan maksimal həddi bu. Yəni artıq həmin o materialın hüquq qanununun deməli hüquq qanununun ödənildiyi o qiymətin artıq limitindədir. Buna deyilir elastiklik. Elastiklik həddi. Elastiklik həddi. Aha. Bu həddə deməli burada yaza bilərik ki, elastiklik yaradan maksimal hədd. Aha. İndi deməli bu hissədən sonra bu hissə müəyyən bir hissə qədər də qalxır. Hətta mən bunu biraz yuxarı eləyim ki, daha yaxşı anlayarsınız. Bir saniyə. Belə tam yuxarı qaldırıb ki, aha. Belə deməli tam yaxşı anlaşılsın. Aha, əla. Tamam. Hətta bu nöqtələrə də fərqli bir rəng qoyaq ki, maraqlı olsun. Aha. Bu hissəyə gələcəyik. Bu hissəyə. Hətta bu hissəyə də yox. Bir saniyə. Artıq burada axır cisim bu hissədən göstərim. Buradan cisim axmağa başlayır, axır və ən piqətdə artıq sabitə doğru gedir. Yəni belə sabitlik yaranır. Bu hissə isə deməli biz deyirik ki, deməli sigma axma həddi yəni. Sigma axma nədir? Buradan da yazaq, deməli onu qeyd eləyək. Sigma axma deməli nədir? Bu axma həddidir. Və yəni burada cisim artıq öz başına deməli deformasiya baş verir. Aha. Və sonuncu ət. Bu sonuncu ətdə deməli cisim müəyyən qədər artıq sabitləyəndən sonra müəyyən qədər kiçik bir nəzəriyyə fərqi qədər dəyişir və burada bu hissədə alınan nöqtə deməli buna deyirik sigma möhkəmlik. Və bu həddə sigma möhkəmlik həddində artıq materialın maksimal tab gətirə bildiyi maksimal həddir. Belə yaza bilərik möhkəmlik həddi. Möhkəmlik həddi. Burada da deyilir ki, materialın deməli tab gətirə bildiyi maksimal həddir. Və buradan deməli belə bir nəzəriyyə çıxır ki, sigma böyükdür sigma möhkəmlik olarsa, material tamamilə dağılır. Bu dərs belə yazmalıq çox oldu, amma bu dərsin əsası bu hissədən ibarətdir. Yəni
həm bu qrafiki, həm də buradakı nəzəriyyələri əgər ki, yaxşı bilsəniz, sizin üçün daha yaxşı olacaq. Və son olaraq bir şey də deməli qeyd eləyim. Möhkəmlik ehtiyatı deyə bir şey var. Buna ulduz qoyaq. Möhkəmlik ehtiyatı. Möhkəmlik ehtiyatı nədir? Möhkəmlik ehtiyatı ümumiyyətlə yol verilən gərginliyin maksimal gərginlikdən neçə dəfə, yəni möhkəmlik həddindən neçə dəfə kiçik olduğunu göstərir. Yəni n bərabərdir sigma möhkəmlik bölünsün sigma. Bunun isə vahidi yoxdur. Yəni bu qədər dostlar. Deməli bu hissəmiz çox uzun olmadı. Bu hissəmiz deməli nisbətən o biri hissəsinə baxmış, ilk hissəsinə baxmış daha kiçik oldu. Artıq deməli ilk hissə deməli test bankının bütün mövzularını yekunlaşdırdıq. Sadəcə orada deməli video izah halında çəkdim, amma ki yükləmədiyim bəzi videolar var. Onları da deməli hissə deməli yükləməyə çalışacağam. Özünüzə yaxşı baxın artıq. Deməli imtahan bitdi. Özünüzü sıxmayın və deməli gələn il imtahan verəcəyik 10-cu siniflər üçün də, hətta bu il etibarilə 11-ci siniflər üçün də hər birinizə deməli uğurlar arzu edirəm, ümid edirəm. Deməli ən yaxşı nəticələrlə deməli yaxşı nüanslar və yaxşı deməli qalibiyyətlər göstərərsiniz. Özünüzə yaxşı baxın, sağ olun.